Deyir, bir kişinin dostunun arvadı rəhmətə gedir. Kişinin arvadı baxır görür ki, kişi evdədir, heç dostunun arvadının mərasiminə getmir. Deyir, kişi, niyə dostunun mərasiminə getmirsən? Deyir, arvad, görmürsən, iş görürəm, əlimdə işim var. Deyir, bu nə işə baxır? Burada iş nəzərə almaq olmaz. Sən dostun arvadının mərasimində olmalısan, dostluğa ürək dayaq verməlisən, ona kömək olmalısan. Deyir, yox arvad, mən o mərasimə getməyəcəm. Deyir, niyə axı? Deyir, mən onun yanında xəcalətliyəm. Deyir, nəyə görə? Deyir, dostum, 4-cü arvadının mərasimin verir. Mən hələ bir dəfə də olsun onu mərasimə çağıra bilməmişəm.